Xeyr, əslində nüvə silahını istifadə etmək üçün deyil bu məsələlər. Bu məsələlər Rusiya əslində dünyanın bir çox yerində baş verən proseslərdən kənarda qaldı. Misal üçün, Venezuela məsələsinə heç bir müdaxilə eləyə bilmədi. Yalnız Zaxarova səviyyəsində hansısa bəyanatlar verdi. İran məsələsində də açıq mövqe nümayiş etdirə bilmir. Düzdür, yaxşı pul qazanırlar. Yəni, yaxşı silah satırlar. İran üzərindən İrana çoxlu sayda silahlar satıblar. İstər hava hücumundan müdafiə sistemləri, radioelektron mübarizə vasitələri, aviasiya vasitələri, bunları satırlar. Amma məsələ ondadır ki, dirəniş göstərə bilmirlər. Real olaraq dirəniş göstərə bilmirlər və Avropaya qarşı da əslində bir dirəniş göstərə bilmirlər. Misal üçün, Estoniya rəsmi şəkildə bildirdi ki, biz öz ərazimizdə nüvə silahını yerləşdirə bilərik. Yəni, faktiki olaraq Rusiya o qədər Ukrayna müharibəsinin içərisində o qədər boğulur ki, bu məsələlərin heç birinə reaksiya verə bilmir. İstər yaxın şərqdə baş verən proseslərə, Suriyada baş verən proseslərə, heç birində demək olar ki, Rusiyanın bir fəaliyyəti olmadı. Ona görə də indiki mərhələdə hesab edirəm ki, Rusiya tərəfi bu tip addımlar ataraq və özü dünyada bir gündəm yaradaraq yenidən hansısa bir formada proseslərə bir daxil olmağa çalışacaq və yaxud da ki, müdaxilə etməyə çalışacaq. Amma Amerika tərəfi də reallıq ondan ibarətdir ki, Rusiya-Ukrayna müharibəsində reallıq ondan ibarətdir ki, Amerika tərəfi istədiyini ala bilmədi. Yəni, ən azından müharibəni dayandıra bilmədi. Yəni, elə bir gücü yoxdur ki, Amerikanın ki, faktiki olaraq Rusiya-Ukrayna müharibəsini indiki mərhələdə dayandıra bilsin. Amerika sadəcə olaraq moderatorluq etməklə məşğuldur indiki mərhələdə. Avropa İttifaqı prosesinin içərisindən kənarda qalıb. Ona görə də Rusiya tərəfi yeni gündəm yaradır və bu gündəmin üzərindən hesab edirəm ki, həm yaxın şərqdə baş verəcək proseslərə daxil olmağa çalışacaq, həm də ki, Avropanın bəzi ölkələrinə təzyiq edəcək. Çünki Rusiyanın faktiki olaraq Slovakiya gələcək yanacaq məsələsində problemlər yarandı, çünki o boru xəttləri partladıldı. Bundan əlavə Avropanın bəzi ölkələrindən hələ də onların ticarət əlaqəsi var idi. Bunların hamısını dayandırdılar. Ona görə də Rusiya bu tip şantajlarla, bu tip təhdidlərlə çalışacaq ki, yenə də öz gündəmini yaratsın. Rusiyanın gündəm yaratdığı bir məsələdə elə bugünkü açıqlamada Putin qeyd edir ki, Ukrayna Qaradənizin dibi boyunca uzanan Türk axını və mavi axın boru kəmərlərini partlada biləcək. Bunun üçün bir göstəriş verdiyini də qeyd edir. Yəni, bunu dəqiqləşdirməkdə fayda var. Məsələn, Rusiya lider qeyd edir ki, Ukrayna bu ərazini, bu boru kəmərini vura bilər. Bu kimi strateji nöqtələr xüsusi olaraq qorunmurmu? Əslində qorunur, bu qorunur. Yəni, lap götürək hesab eləyək ki, Azərbaycanın Bakı-Tbilisi-Ceyhan çox ciddi şəkildə qorunan bir layihədir. Yəni, bütün layihələr əslində birinci onun təhlükəsizlik məsələsi həll olunur və ondan sonra digər məsələlər gəlir. Hətta bəzi silahlar var ki, bəzi hava hücumundan müdafiə sistemləri var ki, məhz bu layihələr üçün alınır. Yəni, ona görə də o layihələrin qorunması dəqiq məsələdir. Amma məsələ ondan ibarətdir ki, Rusiya tərəfində ümumiyyətlə kəşfiyyatla bağlı ciddi sıxıntılar var, ciddi problemlər yaşanır. Hətta ona görə də Putin qvardiyanın səlahiyyətlərini artıraraq və onlara xüsusi kəşfiyyat imkanları, kəşfiyyat məlumatlarının əldə edilməsi, yəni Rusiyada artıq indiyənə qədər ordunun baş kəşfiyyat idarəsi var idi, Rusiyanın Federal Təhlükəsizlik Xidməti var idi və bundan əlavə qvardiyanı da artıq 3-cü kəşfiyyat xidmətçisi kimi yaratdılar. Çünki onlardan digər ikisindən gələn kəşfiyyat məlumatları, hətta deyərdim ki, Rusiya-Ukrayna müharibəsinin başlanğıcında belə verilən məlumatlar məlum olur ki, heç biri doğru informasiyalar olmayıb. Ona görə də indiki mərhələdə əslində məsələn elə Putinin özünün səsləndirdiyi fikirlərdə də təzadlar var. Düşünürəm ki, o layihələrlə bağlı əslində müharibələrdə, əgər bir müharibə varsa və bu müharibə davam edirsə və bu müharibənin ümumiyyətlə davam etməsində maraqlı olan tərəflər varsa, müəyyən istiqamətlərdə təxribatlar törədə bilər. Yəni, bu mümkün variantdır. Amma bunu Ukraynanın elə edəcəyi məsələsi o qədər də inandırıcı deyil. Bəzən olur ki, dövlətlər bu formada bəyanatlar verir, sabah həmən hadisənin baş verdiyini görür və bunu hansısa bir ölkənin üzərinə atırlar. Yəni, bunu qərb ölkələr deyilib, bunu dəfələrlə Rusiya deyilib, yaxın şərqdə də biz bu tip proseslərin şahid olmuşuq. Ona görə də mən düşünmürəm ki, Putinin dediyi həyata keçəcək.